Qafqaz Sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 metr hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin Şah Yaylaq dağının ətəyində yerləşən Qusarın Laza kəndindəyik. Laza kəndi dəniz səviyyəsindən 1300 metr yüksəklikdə olan dağ çökəkliyində yerləşir və buranı çox gözəl mənzərə əhatə edir. Eyni zamanda burada çoxlu şəlalələr var. Laza kəndi iki hissədən ibarətdir. İkinci hissə Qəbələ rayonunda yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri Qəbələ rayonuna köçərək özlərinə yeni məskən salıblar və yeni yerlərini Laza adlandırırlar. Laza kəndi turizm baxımından çox cəlb edicidir. Belə ki, təbiət yürüyüşlərini sevənlər üçün bu məkan əvəz olunmazdır. Mənim macəram layihəsinin məqsədi ekologiyaya maraq artırmaqdır. Eyni zamanda dağçılıq, alpinizm, ekstremal idman növləri və təbiət yürüyüşləri kimi sağlam fəaliyyət növlərini təbliğ etməkdir. Azərbaycanın ekstremal bölgələrinə səyahət edərək oradan sağ-salamat çıxmağın yollarını və düzgün texniki qaydalarını sizinlə bölüşdürük. Və bugünkü buraxılışda Qusarın Laza və Kuzun kəndləri arasında dağlıq və meşəlik marşrut üzrə təxminən 10-12 kilometrlik yolda macəram olacaq. Bundan əlavə, ekstrem sevərlər üçün digər bir məkana, Lazada donmuş Suvar şəlaləsinə səyahət edəcəyik və buza dırmanma idmanı haqqında maarifləndirici məlumatları sizinlə bölüşəcəyik. Əziz dostlar, biz artıq Suvar şəlaləsinə çatmışıq. Biraz sonra bu kəndirlər hazır olandan sonra burada mütəxəssislərlə birlikdə buza dırmanacağıq. Əziz dostlar, indi isə Rinat müəllim buza dırmanmanın texniki qaydalarından danışacaq. İlk növbədə kəndiri hazır vəziyyətə gətirmişsiniz. Daha sonra nələr eləməliyik? İştirakçı buza dırmanmaq üçün nələrə diqqət eləməlidir? Daha sonra buza dırmana bilər.
Xahiş edirəm bu haqda bizə məlumat verərdiniz. Aha, deməli, ilk növbədə biz iştirakçıların sığorta kəmərlərini yoxlayırıq. Sığorta kəmərlər düzgün geyinir, yoxsa yox. Hər şey qaydasında olandan sonra deməli, kramponlar geyiniblər və onlar yaxınlaşıblar hal-hazırda buzun ətəyinə. Və indi bundan sonra isə stansiyalarımız, yəni ip yuxarıdan asmışıq, hazırdır. İlk növbədə təzə dırmananlar üçün daha təhlükəsiz şəkildə, yəni ipi yuxarıdan asmışıq ki, onlar dırmana bilsinlər. İlk növbədə indi onlara gəzməyə qaydasını göstərəcəm. Hansı ki, buzun ətəyində bura kimi gəlib çatıblar, amma burada necə hərəkət etmək lazımdır, necə buzun ətəyində qalxmaq lazımdır, necə düşmək lazımdır. Onu göstərəcəyik. Ondan sonra isə dırmanma texnikanı göstərəcəyik. Daha təhlükəsiz şəkildə özlərini yormadan dırmana bilsinlər. Buyurun. Hansı ki, düz yerdə pəncəni, kramponu tam şəkildə qoyursunuz. Yəni krampon yana yox, tam şəkildə yerə qoyaraq gəzirsiniz və istifadə edirsiniz. Qarın altında sizin görmədiyiniz dik yerlər var, hansı ki, siz sürüşüb gedə bilərsiniz. Belə qorxmadan rahat şəkildə hərəkət edirsiniz. Yəni bu aşağı düşmək qaydası, yuxarı qalxmaq qaydası belə dik yerlərdə isə ayağınızın ucu istifadə eləməklə, bayaq qeyd elədiyim kimi bu formada balaca addımlarla yuxarı qalxırsınız. Nə qədər yəni bərk və düzgün vursanız, o qədər də sizin üçün rahat olacaq. Hərəkət eləmək buzun üstündə rahat olacaq. İkinci növbədə isə biz buza yaxınlaşandan sonra bir nəfər sizi sığorta eləyir. Sığorta eləyən şəxs deməli sizə sizin kəmərinizə, sığorta kəmərinizə 2 dənə karabin taxılacaq. Siz özünüz də buna fikir verirsiniz, diqqət yetirirsiniz. Yəni bu 2 dənə karabin sizin kəmərin bu ortadakı bu yumru halqaya keçirilsin və ondan sonra karabinlər də bağlansın. Yəni buna diqqət yetirirsiniz özünüzdə. Buz alətləri ilə istifadə qaydası isə göstərəcəm. Siz buza alətləri istifadə edəndə, buza vuranda bütöv belə qolu bərk sıxıb belə vurmursunuz. Yəni dirsək 90 dərəcə, qolunuzu açıq şəkildə və buradan ən axırda zərbə söndürür bilək hissəsi. Yəni siz daha çox çalışırsınız biləklə işləyəsiniz. Yəni burada qolunuzu belə düz saxlamaqla, belə vurmaqla siz indi özünüz görəcəksiniz, o səhvi hiss eləyəcəksiniz. O belə o formada çətin olacaq. Ona görə biz çalışırıq düzgün qaydada istifadə eləyək. Və ilk növbədə də ayaqlar düzgün vurur. Yəni ayaqlardan sonra da alətlər. Deməli, qolunuzu açdınız tam. Bax görürsünüz, bu bək artıq girib baltanı, yəni balta tərpənmir. Hara gəldi, siz baltanı vurmursunuz. Bir dənə nöqtəni nişan alırsınız və həmin nöqtəni, nişan aldığınız nöqtəni çalışırsınız, yəni həmin nöqtəyə vurasınız. O formada daha sizin üçün rahat olacaq. Mən indi hal-hazırda sığortasızam. Əmin olduğu üçün, özümə güvəndiyi üçün yəni bu formada sizə göstərirəm. Qolumu açdım. Sol qol getdi yuxarı. Sağ ayaq bayaq qeyd elədiyim kimi düz bu qədər yuxarı yox, az. Balaca addımlarla deməli diz qalxır yuxarı. Və ayağınızı vuranda çalışırsınız pəncə biraz yuxarı, taban aşağı. Bu formada vurursunuz ki 4 dənə diş sizi buza vurub saxlasın və ilişsin. Ondan sonra təzənə yenə görürsünüz ki, burada addım eləməyə sizdə məsafə var. Yəni davam edirsiniz. Qol açdınız. Balta tərpənmir. Sol ayaq, sağ ayaq və qalxırıq. Deməli burada çalışırsınız həmişə ayaqlar paralel olaraq bir-birinə eyni hündürlükdə olsun. Çünki belə sizin üçün özünüzü saxlamaq daha rahat olacaq. Çanağınızı verirsiniz buza yaxın, dizləri də yüngül bükürsünüz burada.
və bu formada rahat dayana bilirsiniz. Yəni mən ayağımı yaxşı vurub belə əlimi belə buraxıb dayana bilirəm burada. Yəni siz tək ayaqların üstündə. Yəni düzgün burada indi diklik az olduğu üçün yəni rahat dayana bilirəm. Yəni, dik çox olsa çətin olacaq dayanmaq. Nə həmin vaxt yenə də qol açıq şəkildə, yəni qol açıq şəkildə mən yenə də rahat özümü saxlaya bilirəm. Yəni heç bir nə qoluma, nə ayaqlarıma çox güc getmir. Çünki 3 nöqtənin üstündə dayanmışam. Deməli, siz indi yuxarı qalxdığınız zaman çalışırsınız ki, bu buz alətləri bir-birindən çox uzağa vurmayasınız. Yəni bizim iplərimiz elə asmışıq ki, siz elə demək olar düz xəttlə yuxarı qalxırsınız. Və qollarınızı bu formada, dirsəkləri açıq şəkildə bu formada istifadə eləsəniz, siz tez yorulacaqsınız və heç bir texnikaya uyğun deyil. Yəni texnikadan çox uzaqdır o. Və bu formada. Qol gördünüz, yəni açdı. Əmin deyilsiniz, yaxşı dayanmayıb, çıxartdınız, bir dənə də vurursunuz. Görürsünüz, alət tərpənmir. Tezlənən yenə də sol ayaq, sağ ayaq. Sol, sağ. 2 dənə ayağın üstündə durdun. Qol yenə açıldı. Və alətlər bu düz xətt üzrə bir-birindən belə deyək, yəni bu məsafədən maksimum 30 sm sağa sola vura bilərsiniz. Yəni bu qədər bu formada vurmağa ehtiyac yoxdur. Yəni belə dırmanmağa ehtiyac yoxdur. Biz çalışırıq bu formada. Yəni qol açıq şəkildə. Yəni qalxdı, növbəti qol. Getdi. Buz siz vurursunuz, yəni hardasa buz qopub düşəndə isə bərkdən qışqırırsınız. Yəni buz. Aşağıdakılar təhlükəni görsünlər və ondan qaça bilsinlər. Yəni burada durmadan buzlar dırmandığınız zaman qırılıb düşəcək. Ona görə ehtiyatlı olmaq lazım. Ən birinci diqqət elədiyiniz texnikanız bu ayaqların düzgün vurulması. Yəni ayaqları bu formada vursanız, bax Azad, bu formada vursanız yuxarıdan aşağı, bunun üstündə yenə də qalxmağa çalışsanız, sizin deməli kramponlar, buz caynaqları ayaqdakı sizi saxlamayacaq. Ayaqlar sürüşəcək, sallanacaqsınız durmadan qolların üstündə və sizin üçün çox çətin olacaq. Qolunuzu tap aça bilməyəcəksiniz. Elə durmadan belə bu formada yəni dırmanacaqsınız. Ona görə sizin üçün çox çətin olacaq. Maksimum qol açıq, ayaq dayandın rahat.
çətin hava şəraitini və dağlıq relyefi nəzərə alaraq qida axtarışlarımı qismən yüngülləşdirmək və sığortalamaq istəyirəm. Çünki bu ərazidə qida axtarışım mümkünsüz bir vəziyyətə gətirib çıxara bilər. Bu baxımdan mənim macərama başlanmışdan əvvəl istəyirəm marketdən ləzgi çörək alım və daha sonra yoluma davam edərəm. Hər vaxtınız xeyir olsun, xoş gördük. Mənə ləzgi çörəyi lazımdır. Var. Amma hamısını istəmirəm. Biraz götürəcəm. Ala bilərəm bu qədər çörək. Əla. Bunu bir paketə qoymaq olar. Yolunuz harada qardaş? Laza Kuzun marşrutla istəyirəm Lazadan girim. O ekstremal marşrutla Kuzuna qədər gedim. Amma Uğurlar sizə. çox sağ olun. Yəqin ki, həmin marşrutdan istifadə eləmisiniz. Əlbəttə ki. Tövsiyələriniz nə olar? Tövsiyələriniz. Nəyi məsləhət görərsiniz mənə? Hə? Nə məsləhət görərsiniz? Bu yolda məni nə gözləyir? Sizə orada çətinliklər göstərir. Biz çətinlikləri sevirik. Yəni çalışın, ehtiyatlı olun orada. Baş üstə. Çox sağ olun. Təşəkkür edirəm. Var olun. Sağ olun. Çörək bəsli. İnşallah ki, bəs eləməsə də hələ bu mənim üçün də çoxdur. Əslində mən qida axtarışımı Laza Kuzun marşrutunda axtarmalıydım. Amma işimi bir qədər sığortaya almaq üçün bu çörəyi götürürəm. Sağ olun. Sağ olun. Sağ olun qardaş. Hələlik. Və beləliklə gəldik çatdıq Laza Kuzun marşrutunun start nöqtəsinə. Mənim macəram başladı.